Salam uşaqlar, hər vaxtınız xeyir. Deməli 8-ci sualın həllinə baxaq. Verilən ifadədə x kvadrat çıxılsın 3x plus 1 0 tənliyinin köklərindən biri deyir a-dır. Bu zaman bizdən nəyi soruşur? A kvadrat plus 1 bölünsün a kvadratın qiyməti bizdən tələb olunur. Madəm ki kökündən biri a-dırsa, gətirib köklərin yerinə a-nı yazsam, alaram a kvadrat çıxılsın 3a plus 1 bərabərdir 0. Və diqqət etsəniz burada hər tərəfi a-ya bölsəm, a kvadrat böl a çıxılsın 3a bölünsün a plus 1 bölünsün a bərabərdir 0-a. Buradan a kvadratla a ixtisar gedir, qalır a çıxılsın 3 plus 1 bölünsün a bərabərdir 0. Fikir versəniz burada 3-ü digər tərəf, mənfi 3-ü digər tərəfə atsam nə olacaq? A üstə gəlinsin 1 bölünsün a bərabərdir müsbət 3-ə. Və bizdən soruşulan ifadə budur. O zaman mən hər tərəfi kvadrata yüksəltsəm, nə olacaq? Birincinin kvadratı plus 2 vurulsun birinci, vurulsun sonuncu, plus sonuncunun kvadratı. Müxtəsər vurma düsturu. Bərabər 3-ün kvadratı 9. Buradan nə alıram? A kvadrat plus, bu a'lar ixtisar gedir, plus 2 plus 1 bölünsün a kvadrat bərabərdir 9-a. Və bu ifadəni almaqdan ötəri müsbət 2-ni digər tərəfə atacağım. Olacaq a kvadrat plus 1 bölünsün a kvadrat bərabərdir 9 çıx 2. Yəni 7. Düzgün cavab C bəndi.